Dəyərli tələbələr, hər birinizi xoş gördük. Bildiyiniz kimi Xudafərin olaraq xaricdə təhsil şənbəsinə start vermişik və hər həftə sizlərin müxtəlif ölkədə təhsillər haqqında suallarınızı cavablandırırıq. Keçən həftə sizin tərəfindən Instagram üzərindən seçilmiş mövzu Macaristanda təhsil oldu və qarşımda sizin verdiyiniz suallar var. Mən onların hamısını bir-bir danışacağam. Ümumi olaraq Macaristanda təhsil haqqında məlumat verim ki, təqaüdlü təhsil haqqında məlumat verim. Stipendium Haqq təqaüd proqramı olur hər il. Məsələn, bu il 22 dekabr yekunlaşdı və əsas tələbləri təbii ki, IELTS biraz yüksək tələb edirdi, 7 idi, ortalama isə 75%-dən yuxarı olaraq tələb edirdi. Təbii ki, dərəcədən asılı olaraq bakalavr, doktorantura və s. fərqli istəklər ola bilər. Əlavə olaraq Visegrad təqaüdü var, amma təəssüf olsun ki, son bir neçə ildə Azərbaycanın tələblərə kvota ayrılmır oradan. Və bir də ki, aqrikultur ixtisasları üzrə, yəni kənd təsərrüfatı ilə bağlı olan ixtisaslar üzrə adətən FAO təqaüdü olur və elə həmin ixtisas qrupunda Macarıstan bəzi universitetlərinin Azərbaycan dövlət təqaüd proqramında da yer ala bilər. Yəni bunlar ümumi sizin Macaristanda təqaüdlü təhsil haqqında belə deyək, əldə edə biləcəyiniz kiçik informasiyadır. Təbii ki, əlavə suallarınız yaranırsa və yaxud da zaten suallar olacaq, onun ətrafında da geniş cavablandıracağam. İlk sualımıza baxaq. Bu arada bu sualların hər biri siz tərəfindən Instagramda soruşulan suallardır. Siz də növbəti rubrikalarda suallarınızı ünvanlamaq istəyirsinizsə Instagramımızı daimi şəkildə izləməyi tövsiyə edirəm. İlk sual ki, 70 plus ortalama və 6 IELTS-də qəbul almaq olarmı? Sual çox ümumi sualdır. Yəni ixtisas və yaxud da getmək istədiyi şəhər və s. qeyd olunmuyor. Amma ümumiyyətlə deyə bilərəm ki, bəli, əgər öz hesabınıza təhsil almaq istəyirsinizsə, əksər ixtisaslar, yəni English yönümlü, ingiliscə müəllimliyi ilə falan bağlı olmayan ixtisasların əksəriyyəti 6-5-5 ilə qəbul edə bilirlər. Hətta bəzi hallarda IELTS-siz də müraciət mümkün olur. Və 70 ortalamada universitetə öz hesabınıza qəbul olmaq üçün yetərli ortalamalardan hesab edilir. Artıq orada növbəti mərhələdə daxili imtahanlarda və s. uğurla çıxış eləməlisiniz. Növbəti sual, Macaristanda biznes ixtisaslarına təqaüdlə hansı göstəricilər qəbul almaq mümkündür? İxtisaslara bölməyəcəm. Biznes, məsələn, Stipendium Hungarikum təqaüdündə prioritet, yəni menecment və yaxud da menecment and leadership, bu tipli ixtisaslar, sonra maliyyə, iqtisadiyyat, bu tipli ixtisaslar prioritet olduğu üçün elə Stipendium Hungarikum təqaüd proqramının ümumi tələblərinə baxsaq, elə həm də biznes üçün müraciət edəcəyimiz ixtisasda eyni olacaq. Bunu niyə geniş vermirəm? Çünki növbəti sual baxdım ki, Stipendium Hungarikum tələbləri nələrdir? Yenə bu bakalavr, magistr və doktorantura üzrə dəyişir. Təbii ki, bakalavrda sizdən SAT, IELTS və attestat ortalaması tələb oluna bilər. Magistrda ortalama, yəni bakalavr təhsilindən topladığınız ortalama hansısa ki 75 plus tələb elədilər bu il və 7 IELTS tələb edirlər. Və doktoranturada isə əlavə olaraq adətən universitetdən qəbul da tələb edirlər. Yəni bu tələblərdən kənar olurlar. Növbəti sual, ölkəyə qayıtmaq tələbi varmı və təhsil tamamladıqdan sonra işləməyə icazə verilirmi? Yəqin ki, burada Stipendium Hungarikum təqaüd proqramı deyirlər. Bəli, burada ölkəyə qayıtmaqla bağlı hər hansı bir tələb yoxdur və Şengen ölkəsi olduğu üçün qalıb sonradan fəaliyyəti üzrə davam etdirməyiniz mümkündür. Hətta əgər iş tapa bilməsəz 9 aylıq iş axtarmaq vizasına da müraciət etmək olur. Sonra Macaristanda hökumətlərarası təqaüd proqramı, yəni Stipendium Hungarikum nələri qarşılayır? Stipendium Hungarikum əsasən universitetin təhsil haqqısını aylıq bir qədər məbləğ ayırır və sığortadır, yataqxanada da qalmaq istəyirsinizsə, yataqxananın ödənişində Stipendium Hungarikum qarşılayır. Təbii ki, universitetin rəsmi yataqxanalarından söhbət gedir. 70 GPA və 7 IELTS-də təqaüd şansı varmı? IELTS tələbini 76 GPA ilə və 7 IELTS-dən. Bəli, Stipendium Hungarikum tələblərini ödəyirsiniz. Visegradan da belə deyək, texniki olaraq tələblərini ödəyirsiniz. Hətta aqrikultur olaraq ixtisasınız varsa, orada digər FAO təqaüdünü də ödəyə bilirsiniz. Yeganə ödəyə bilməyəcəyiniz təqaüd, məsələn, aqrikultur üzrə, kənd təsərrüfatı üzrə dövlət təqaüd proqramında 81 plus tələb edəcəklər. Bakalavr səviyyəsində hüquq ixtisası ingilis dilində olurmu? Hüquq ixtisası adətən Macaristanda Macar dilində tədris olunur. Magistr üzrə tapmaq daha rahat olur. Ona yaxın ixtisaslar beynəlxalq münasibətlər, political science və sair tipli ixtisaslar ola bilər. Az saylarda belə deyək, ola bilər ki, hüquq olsun, amma hələ ki, belə deyək, çox böyük geniş yayılmayıb. İngilis dilində təhsilə dairələrdə təqaüd mümkündürmü? Xeyr, Azərbaycan tərəfi bu il mütləq şəkildə 7 IELTS tələb edir. Yəni Macarıstan tərəfi qəbul eləsə belə, amma Azərbaycan tərəfindən mütləq 7 təqdim eləmək lazımdır. Yəni tələbdir. Education sahəsi, yəni təhsil sahəsində hökumətlərarası təqaüd mümkündür? Bəli, mümkündür. Prioritet ixtisaslar qrupu arasına daxil edilir və hətta
ən yaxşı universitetlərdən biri olan LT-də Education Science ixtisası da var ki, ora müraciət edə bilərsiniz. Macarstanda hökumət tərəfindən təqaüd proqramı IT sahəsi üçün təqaüdlərin bəli, IT sahəsində prioritet və əsas prioritet ixtisaslar arasındadır. Yəni orada belə deyək, kvota ayrılır. Belə bunlar mənim sizin ümumi suallar haqqında, ümumi verdiyiniz suallar haqqında danışa biləcəklərimdir. Əlavə spesifik suallarınız varsa təbii şərh hissəsində və ya Instagram ünvanımızı ünvanlaya bilərsiniz, biz cavablayacağıq onları və istəsəz ödənişsiz konsultasiyalardan da yararlanaraq belə deyək, Macarıstan təhsil haqqında bütün məsələlərə hakim ola bilərsiniz. Uğurlar və gələn şənbə görüşənədək.